Orta məktəb müəllimlərinin sertifikasiyası deyilən bir proses gedir. Müəllimlər çox həyəcan keçirirlər, vaxtaşırı onları imtahan edir. İmtahan götürənlərin özlərini imtahan edirlər. Yəni müəllimlər öz şagirdlərinin qarşısında nüfuzla düşürlər. İstər-istəməz sosial şəbəkələrdə bununla bağlı yazır. Falan yerdə müəllimlər adi məsələni həll edə bilmədilər. Biraz da şişirdirlər, biraz da kimlərsə daha çox səs almaq üçün o məsələni qabardır, orta məktəb müəllimlərinin savadsızlığını göstərməyə çalışırlar. Mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yenidən yanaşılmalıdır. Müəllim nüfuzu ortada olmalıdır. Həmişə olubdur, müəllimlərin, deyək ki, attestasiyası deyilən bir proses olubdur. Orta məktəb müəllimləri ilə bağlı da, xüsusilə də ali məktəb müəllimləri ilə bağlı. Baxıblar, il ərzində, 5 il ərzində, 5 ildən bir əl olub. 5 il ərzində bu müəllimlər hansı işlər məşğul olublar, məsəl üçün hansı məqalələr çıxıbdır, harada çıxışlar olub, konferanslarda. Onun əsasında müəllimlər 5 ildən bir attestasiya olunurdu. Orta məktəb müəllimləri ilə bağlı da müəyyən bir kateqoriyaları müəyyənləşdirmək olarkən, o müəllimin dərs dediyi fənn üzrə, məsəl üçün deyirəm, indi bizim dediyimizdə Quran ayəsi deyil. Məsəl üçün, nə qədər uşaq ali məktəbə qəbul olunubdur 5 il ərzində, hər ildə keçirməyə ehtiyac yoxdur bunu. Müəllimləri stres vəziyyətə salmağa ehtiyac yoxdur. Müəllimlər yenə də deyirəm ki, müəllimlərin biliyinin yoxlanılması ilə bağlı elə formalar seçilməlidir ki, o müəllimin nüfuzuna mənfi təsir göstərməsin. Şagirdlərin yanında müəllimlərin nüfusu aşağı salmasın. Cəmiyyətdə müəllimlərin nüfusu aşağı salmasın. Müəllim bütün ölkələrdə, bütün dünyada ən yüksək səviyyəli kateqoriyalı işçilər hesab olunurlar. Sənət sahibləri, peşə sahibləri hesab olunurlar. Ona görə bu məsələ mən hesab edirəm ki, elmi şəkildə yanaşmalıdır. Dünyada hansı praktika var, o istiqamətdə öyrənilməlidir. Birinci növbədə Azərbaycan xalqının mentalitetinə uyğun olan məsələlər nəzərdən keçirilməlidir. Bu məsələdə həddindən artıq ciddi nöqsanlar var və mən hesab edirəm ki, burada insanlar düşünməlidir. Təhsil Nazirliyi bundan bağlı, Elm Təhsil Nazirliyi bundan bağlı düşünməlidir. Düzgün bir mövqe seçməlidir. Mən istəyirəm ki, bu proses dayanmalıdır, dərhal dayandırılmalıdır, başqa formalar seçilməlidir.